Esselamu Aleyküm. Aleykümselam. Allah xeyirlə mükafatlanırsın, müvəffəq olun, görüşdük. Müəllim, bu sübh namazında, elə bir fəcr namazında, yəni evlər yaxındır da bu kənd. Evin ki, sübhün azanı verilir, sübhün sünnətini qılırıq, gəlirik meçidə. Meçidə girəndə də Peyğəmbər sallallahu aleyhi ve sellem. İndi biz qılmayıb, ayaq üstə gözləmə, iqaməni, yarım saatda da iqamə, azan iqamə arası. Onu necə tətbiq eləməliyik, ya otura bilərikmi, yoxsa qılmalıyıq, onu adiyyatı yoxdur. Elhamdülillahi vahdah və salatu və selamu alə mən lə nəbiyyə ba'dah. Möhtərəm qardaşlar, qardaşın sualında hansı ki, sünnəti evdə qılıb gəlmək. Bəli, sünnəti evdə qılmaq gözəldir. Yəni, bu sünnəyə daha müvafiqdir ki, evdə qılırsan, evlər də qəbirlərə çevrilməsin deyə Allah Resulü sallallahu buyurur. Evdə sünnətləri qılır. Məscidə gələrkən də fərz namazını gözləyir. Ancaq məscidə girdinsə, təhiyyətəl məscid var da, məscid haqqı. Adı da məscid haqqı. Məscidə girdin, onu qılırsan, sonra oturursan. Nə qədər ki, fürsət var. 15 dəqiqə, 20 dəqiqə əgər vaxt varsa və yaxud da çox vaxt varsa, fürsət varsa, onu qıl otur. Ancaq ola bilər, iqaməyə yaxındır, 1 dəqiqə var, 2 dəqiqə var, lap qısa bir zamandır, gözləyə bilərsən. Ancaq vaxt varsa, bəli, təhiyyətül məscid, məscid haqqını qılıb oturmaq daha müvafiqdir, bəli. Allah razı olsun. Bəli. Allah səbək etəsən. Hədisdə gəlir ki, ölüm mələyi də öləcək axırda. Bəli. Sonra Allah Subhanahu taala yenidən diriliş olanda, o mələkləri dirildəcək insanlarla bərabər, yoxsa qalacaqlar? Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və yəbqa vəchu rabbikə zul-cəlal vəl-ikram." Ümumən Allah Subhanahu taala hər bir şeyi öldürəcək. Hətta ölüm mələyində. Yalnız Rəbbimiz qalacaq. Yəni, elə bir məqam olacaq ki, yalnız Allah Subhanahu Teala qalacaq. Və ondan sonra Allah Subhanahu Teala yenidən dirildəcək. Yenidən hamını həyata qaytaracaq. Bəli. Bir də bu evlənməyib ölən qadınlar ki var, uşaq yaşında ölən qadınlar ki var. Hədisdə də gəlir ki, cənnətdə subay yoxdur. Onların aqibəti necə olacaq bu arada? Necə evləndiriləcək onlar? Orada deyək ki, onlara uyğun zövclər orada onlara veriləcək. Təbii ki, onların da orada necə kişilərə verilən neymətlər olduğu kimi, onlar üçün də orada özləri istədiyi kimi cənnətə uyğun olaraq onlara da gözəl zövclər veriləcək. Bəli. Vasitən də razı. Bir də mənim Allah sizə bərəkət versin. 3 nəfər, bir imam, 2 nəfər, 3 nəfər arxasında namaz qılır. İmam deyək ki, ayədə səhv etdi və yaxud da bilmədi, artıq davamı gətirmədi və arxada olanlar da bunu bilmədilər. Kənardan müdaxilə edib nəsə onu demək olar. Yəni, namaz qılmayan birisi kənarda da o ayəni bilir, tamamlaya bilir. O cür müdaxilə eləmək olar namaz qılanlara. Əslində, sadəcə qısa bir şey deyim ki, yəni namazdakılar, birinci səhvdə olanlar onu səhvini düzəltməlidir. Əgər heç kim onu düzəldə bilmirsə və qıraqdan kimsə, düzəltməkdə bir qəbahət yoxdur. Düzəldə bilər, bəli. Allah razı olsun. Bəli. İnşallah bununla kifayətlənək. Və sallallahu və sələm alə nəbiyyina Muhammed.